Euler Venn diaqramından bəndlərə müəyyən eləyin. Kükürt demək istəyir burada. Oksidləşdiricidir və ya kükürt reduks edicidir və ya ortaq xüsusiyyət. Həm oksidləşdirici, həm reduks edicini tapmalıyıq biz burada. Birinci reaksiyadan alınır S flor 6. Burada məsələn kükürt sıfırdan gəlib müsbət 6-ya, çünki flor 0 mənfi 1-dir burada. Burada artıb reduksiya edicidir. Kükürt 1-i yazırıq 2-yə. Qat sulfat turşusu ilə reaksiyasından kükürdün SO2 və H2O alınır. Burada kükürt 0-dan müsbət 4-ə gəlib bir dəfə. Bir də sulfat turşusunda müsbət 6-dan müsbət 4-ə həm artıb, həm azalıb. Deməli, həm oksidləşdirici, həm reduks edici 2-ni ortaya yazacağım. Yəni 3-ə. Buradan kükürt metallarla oksidləşdirici olur. Oksidləşdirici də deyirik biz. 0-dan mənfi 2-ə gəlib azalıb. Deməli 3 aiddir 1-ə. Kükürdlə oksigen reaksiyası kükürt 4 oksiddir. Oksigen 0-dan mənfi 2 azalıb. Kükürt 0-dan müsbət 4-ə artıb. Bu da reduksiya edici olur. 4-də aiddir 2-yə. 1-ə 3, 2-yə 1, 4. 2-yə 1, 1-ə 3, 2-yə 1, 4. 3-ə də 2. Cavabımız Y variantı.